Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Uca Allahın müvəffəqiyyəti ilə təfsir dərslərimizə qaldığımız yerdən davam edirik. Bugün götürəcəyimiz surə Qədr surəsidir. Qədr surəsi Məkkə surələrindəndir. Buxari və Müslimin rəvayət etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Mən qamə leylətəl qadri imanən və ihtisabənğufirə ləhu mə təqaddəmə min zənbih. Kim Qədr gecəsini imanla və əcrini Allahdan umaraq ibadətə qalxarsa, Allah onun keçmiş günahlarını bağışlayar. Yəni keçmiş kiçik günahlarını, böyük günahlara isə tövbə lazımdır xüsusi. Və bu Qədr gecəsinin fəzilətlərinə dair olan hədislərdən biridir. Qədr gecəsi də bildiyiniz kimi Ramazanın son 10 günlüyündə olur. Ramazanın son 10 gününün daxilində olur. Uca Allah Qədr surəsi 1-ci ayədə buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Həqiqətən biz onu, yəni Quranı Qədr gecəsində nazil etdik. Bu gecənin Əl-Qadr adlanması onun hörmətinin, dəyərinin böyük olmasına görədir. Və həmçinin deyirlər ki, həmən gecədə qədərlər təqdir olunduğu üçün bu cür adlanıb. Və səhih olan odur ki, bu iki mənanın ikisi də doğrudur. Həm bu gecə çox əzəmətli bir gecədir. Bu gecə Allah qatında dəyərli bir gecədir. Həmən gecədə il ərzində, gələcək il ərzində olan hər bir şey Allah-u Teala tərəfindən təqdir edilir. Ona görə də bu gecənin adı Qədr gecəsi adlanır. Və biz onu Qədr gecəsinə nazil etdik ayəsinin mənasına gəldikdə isə, yəni Allah Azza və Cəllə Quranı bütöv şəkildə, kamil şəkildə Lövh-ül Məhfuzdan dünya səmasına həmən o Qədr gecəsində nazil eləyib. Yəni Quran dünya səmasına bir gecədə bütöv şəkildə nazil olub və sonra isə həmən o 23 il ərzində bəzən ayələr şəklində, bəzən surələr şəklində Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olub dünya səmasından. Amma bütöv bir şəkildə Qədr gecəsində bir dəfəyə Lövh-ül Məhfuzdan dünya səmasına nazil edilib Quran-ı Kərim. Necə ki Furqan surəsi 32-ci ayədə Allah Azza və Cəllə buyurur ki: "Və qalellezine keferu lawla nuzila aleyhi'l Qur'anu cumleten vahida, kezalike linusabbite bihi fuadak və rattalnahu tertila." Kafirlər dedilər: "Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı? Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl izah etdik, ən gözəl bir şəkildə." Yəni ayə bə ayə. Baxın, bu ayədə, Furqan surəsi 32-ci ayədə Allah Azza və Cəllənin Muhammed sallallahu aleyhi və səlləmə Quran-ı Kərimi ayə bə ayə indirərək, gözəl bir şəkildə izah edərək indirməsindən bəhs edir Allah Azza və Cəllə. Və Qədr surəsi 1-ci ayədə isə İnnə ənzəlnəhu fi leylətil qadr. Biz onu, yəni Quranı bütöv bir şəkildə Qədr gecəsində indiririk. Burada Lövh-ül Məhfuzdan dünya səmasına endirilməsindən gedir söhbət. Yəni belə deyək, Quran-ı Kərimin endirilməsi iki mərhələ olub. Birincisi, Quran-ı Kərim dünya səmasına enib. Allah Azza və Cəllə onu Lövh-ül Məhfuzdan endirib. Daha sonra isə ehtiyaca uyğun olaraq Allah Azza və Cəllənin şəriətini təkmilləşdirməsinə uyğun olaraq ayə bə ayə, bəzən surələr şəklində, bəzən bir neçə ayə nazil edilib Muhammed sallallahu aleyhi və səlləmə. Və bu da Allah Azza və Cəllənin hikmətindəndir, onun istəyinə bağlıdır. Və həmən bu müddətdə Quranın ilk ayəsindən son ayəsinin enmə müddəti də 23 il çəkib. 23 il ərzində bu dünya səmasından Muhammed sallallahu aleyhi və səlləmə indirilib. Necə ki Allah Azza və Cəllə Quranın mübarək bir gecədə nazil olması haqqında Duxan surəsi 3-cü ayədə buyurur ki: İnnə ənzəlnəhu fi leylətin mübarəkə.
Həqiqətən biz onu mübarək bir gecədə, yəni Qədr gecəsində nazil etdik. Və həmçinin bu gecə Ramazan ayındadır. O haqda da Allah Azze ve Celle Əl-Bəqərə surəsi 185-ci ayədə buyurur ki: "Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an." Quran Ramazan ayında nazil edilmişdir. Yəni Ramazan elə bir aydır ki, orada Quran nazil edilmişdir. Və bu da Ramazan ayının da şərəfini, hörmətini artıran səbəblərdəndir ki, o ayda Quran nazil olub. Və Qədir gecəsinin də dəyərinin Ramazan ayının içərisində daha şərəfli, daha hörmətli olması yenə həmən gecədə Quran nazil olmasına görədir. Yəni Qurana bağlı olan hər bir iş bərəkətlidir, əzəmətlidir. Quranı nazil eləyən Cəbrail əleyhissalamdır mələklərdən. Cəbrail əleyhissalam mələklər içərisində ən hörmətlisi, ən üstünüdür. Quran-ı Kərim Muhammed sallallahu aleyhi və səlləmə nazil olub. Muhammed sallallahu aleyhi və səlləm insanların ən üstünüdür, peyğəmbərlərin ən hörmətlisidir, ən üstünüdür. Aylar içərisində Quran Ramazan ayında nazil olub. Ramazan aylar içərisində ən üstünüdür. Və gecələr içərisində Qədir gecəsində nazil olub Quran-ı Kərim və Qədir gecəsi bütün gecələrdən üstündür və beləcə. Kim də yəni Qurandan nə qədər payı olarsa və digər insanlardan bax o qədər o fərqlənər. Kim Qurana əməl eləyərsə, oxuyarsa, əzbərləyərsə, başa düşərsə, tədəbbür eləyərsə, buna dəvət edərsə, insanlara öyrədərsə, bax onun da dəyəri artar Quranın bərəkəti ilə. Çünki Quran Allahın kəlamıdır. Və sonra ikinci ayədə Allah Azze ve Celle buyurur ki: "Və mə ədrakə mə leylətul qadr." Sən haradan biləsən ki, ey Peyğəmbər, yəni sən nə bilirsən ki, Qədir gecəsi nədir? Bu Qədir gecəsinin dəyərini, bu Qədir gecəsinin əzəmətini bildirməkdən ötürü Allah Azze ve Celle bu cür sual verir. Yəni buradakı sualın məqsədi həmən o gecənin mübarək olması, həmən o gecənin əzəmətli olmasını xəbər verməsidir Allah Azze ve Celle'nin. Sonra ardınca izah eləyir Allah Azze ve Celle 3-cü ayədə. Buyurur ki: "Leylətul qadri xayrun min əlfi şəhr." Qədir gecəsi 1000 aydan xeyirlidir. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Yəni həmən o Qədir gecəsində edilən bir əməl digər 1000 ayda edilən əməldən daha xeyirlidir. Subhanallahil-azim. Təsəvvür edin. Bu da Allah Azze ve Celle'nin hikmətindəndir. Allah Azze ve Celle'nin bizim ümmətə olan rəhmətindən, bərəkətindəndir ki, onlara ildə elə bir gecə verib ki, bir gecə 1000 aydan daha xeyirlidir. O gecədə edilən əməllər digər 1000 ayda edilən əməllərdən daha üstündür. 4-cü ayədə isə Allah Azze ve Celle buyurur ki: "Tənəzzəlul mələikətü və ruhu fīhə biizni rabbihim min kulli əmr." O gecə Rəbbinin izni ilə mələklər və ruh, yəni Cəbrail aleyhisselam hər bir işə görə yerə enərlər. Və burada da Allah Azze ve Celle mələklərin həmən gecə yer üzərinə daha çox enməsini xəbər verir. Və həmən gecənin bərəkətinə görə, həmən gecənin digərlərindən üstünlüyünə görə həmən gecə mələklər daha çox enir. Və həmçinin ruh, Cəbrail aleyhisselam dünyaya enir, yer üzərinə enir. Və həmən o mələklər Allah Azze ve Celle'nin bir il ərzində təqdir etdiyi işləri yer üzərinə endirirlər. Bütün olacaq hər bir şeyi. Yəni həmən o Qədir gecəsində, gələcək Qədir gecəsinə qədər olan bütün o bir il ərzində olan bütün Allah Azze ve Celle'nin əmrləri, təqdir etdiyi işlər həmən gecə artıq dünyaya nazil olur. Mələklər vasitəsilə və təqdir edilir. Və sonra 5-ci ayədə Allah Azze ve Celle buyurur ki: "Selamun hiyə həttə mətla'il fəcr." O gecə sübh açılanadək əmin amanlıq olur. Yəni həmən gecə bütünlükdə xeyir və bərəkətdir. Və fəcr doğana qədər bütün şərlərdən salamatdır həmən gecə. Və bu belə 5 ayədən ibarət kiçik surə idi. Biz onun müxtəsər təfsirini götürdük və bu ayələrdən çıxan bir çox faydalar var. Birincisi odur ki, Allah Azze ve Celle özünü əzəmətləşdirir.
özünü əzəmətləşdirir. İnnə ənzəlnəhu deyir. Biz endirdik. Quranı biz endirdik deyir Allah Azze ve Celle. Necə ki, başqa surələrdə, başqa Quranda, başqa yerlərdə də Allah Azze ve Celle özünü nəzərdə tutaraq, özünü əzəmətləşdirərək biz deyir. Məsələn, onlardan biri Hicr surəsi 9-cu ayə Allah Azze ve Celle buyurur ki, İnnə nəhnu nəzzəlnəz-zikra və innə ləhu ləhafizun. Şübhəsiz ki, zikri, yəni Quranı biz nazil etdik və biz də onu qoruyacağıq. Baxın, Allah Azze ve Celle bir çox yerdə Quran-ı Kərimdə özünü əzəmətləşdirərək, bax bu cür biz deyərək xəbər verir. Biz şəxs əvəzliyindən istifadə edərək. Yəni bu bəzən insanlar tərəfindən də sual formasında yönləndirilir ki, yəni niyə görə burada biz deyilir? Burada biz deyiləyəndə nə nəzərdə tutulur? Biz deyiləyəndə nəzərdə tutulan Allah Azze ve Celle'dir. Allah Azze ve Celle özünü əzəmətləşdirir burada. Özünü əzəmətləşdirir. Və necə ki, bəzi ayələrdə də mən deyərək Allah Azze ve Celle xəbər verir. Məsələn, onlardan biri Taha surəsi 14-cü ayə. Allah Azze ve Celle buyurur ki, İnnəni ənəllah, la ilahə illə ənə fə'buduni və əqimis salətə li zikri. Və Allah Azze ve Celle bu ayədə də buyurur ki, Taha surəsi 14-cü ayədə, həqiqətən mən Allaham, məndən başqa ibadətə layiq heç bir məbud yoxdur, mənə ibadət et və məni xatırlamaq üçün namaz qıl. Bax, burada da Allah Azze ve Celle mən deyərək xəbər verir. Və burada da alimlər buyururlar ki, Allah Azze ve Celle biz deyərkən əzəmətlilik baxımından cəmdə deyir, sifət baxımından əzəmətli olmasını burada xəbər verir. Yəni Allah Azze ve Celle əzəmətlidir. Və digərində isə vahdaniyyətini bildirməkdən ötürü, təkliyini bildirməkdən ötürü mən deyir. Həqiqətən mən Allaham deyir. Yəni vahdaniyyətini bildirir Allah Azze ve Celle. Digərində isə deyir ki, İnnə ənzəlnahu, biz endirdik onu. Yəni Allah Azze ve Celle özünü əzəmətləşdirir burada. Hansı ki, ondan daha böyük, ondan daha əzəmətli bir şey yoxdur. Burada heç bir, yəni ziddiyyət yoxdur. İkisi də Allah Azze ve Celle'nin özü haqqında verdiyi xəbəridir. Və həmçinin bu ayələrdən çıxan faydalardan biri odur ki, mələklərin enməsi, mələklərin bir yerə enməsi, həmən yerə bərəkətin də enməsi mənasındadır. Yəni, həmən yerdə bir bərəkət hasil olur. Mələklər enərkən bərəkət hasil olur və ya bərəkətin olduğu yerdə mələklər daha çox enir. Amma elə yerlər var ki, oradan bərəkət və xeyir götürülüb və oraya mələklər az enir və ya məsələn rəhmət mələkləri oraya girmir, rəhmət mələkləri oraya enmir. Məsələn, ruhu olan varlıqların şəkilləri asılmış yerlərə, şəkilləri olan yerlərə mələklər girmir, rəhmət mələkləri girmir. Və ya məsələn, it olan evə mələklər, həmən bu cür rəhmət mələkləri girmir. Amma məsələn, hər hansı bir bəla üçün, hər hansı bir cəza üçün və s. digər mələklər şübhəsiz ki, bu yerlərə də girirlər. Amma rəhmət mələkləri bu cür yerlərdən uzaq dururlar. Və bu da ona dəlalət edir ki, harada ki Allahın rəhməti enir, harada ki Allah Azze ve Celle bərəkət qoyub, mələklər də oraya daha çox enirlər. Ona görə də məsələn evlərdən, iş yerlərindən və s. bax bu cür ruhu olan varlıqların şəkillərini, heykəllərini uzaq tutmaq lazımdır. Həmçinin evlərdən, evlərin içindən, yəni yaşayış yerindən itləri uzaq tutmaq lazımdır. Amma onlar məsələn kimisə deyək ki, bir bağçası var, bağı var, orada qoruyucu bir it həyətdə saxlaya bilər. Və ya məsələn kimisə heyvanı var, s. orada çoban itlərindən istifadə edə bilər. Və ya kimsə ovla məşğuldur, ov itini saxlaya bilər. Amma evin içində yox. Buraya itlərin daxil edilməsi İslam şəriəti ilə qadağandır və rəhmət mələklərinin oraya girməsinə bu bir əngəldir. Həmçinin Allah Azze ve Celle'nin izni haqqında burada xəbər verilir. Allah Azze ve Celle buyurur ki, mələklər və ruh Allahın izni ilə, yəni dünyaya enir həmən gecə. Allah Azze ve Celle'nin izni də iki qismə ayrılır. Birincisi şəri iznidir. İkincisi də kavni və qədəri iznidir. Yəni bu iki məsələnin də arasını
verək, aydınlaşdırsaq, Allah Azza və Cəllənin şəri izni dedikdə nəzər tutulur? Məsələn, Allah Azza və Cəllə Şura surəsi 21-ci ayədə buyurur ki: "Əm ləhum şurakâ'u şər'u ləhum minəd-dini mə ləm yə'zən bihillah." Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şərikləri mi var? Yəni Allah Azza və Cəllədir bu şəri izinləri verən. Məsələn, namaz qılmaq, oruç tutmaq, zəkat vermək, zikirlər və s. digər bu Allah Azza və Cəllənin şəriətdə buyurduqları, insanların etməklərini istədiyi işlər, bunlar Allah Azza və Cəllənin şərən icazə verdiyi işlərdir. Amma Allah Azza və Cəllənin şərən icazə verdiyi və olmasını istədiyi, sevdiyi işlərə gəldikdə, şəri cəhətdən, bu şeylər bəzən qullar tərəfindən yerinə yetirilmir. Və bu Allah Azza və Cəllə bunu məcburi etməyib insanlara. İnsanlara şuur verib, ağıl verib, onlara kitab göndərib, peyğəmbər göndərib və onlardan nəyi istədiyini onlara bildirib. Və şərən bəzi şeylərə onlara icazə verib. Şərən. Yəni, bu da o deməkdir ki, biz Allah Azza və Cəllənin izin vermədiyi bir şeyi ibadət olaraq, şəriət olaraq əməl edə bilmərik. Yəni, özümüzdən şəriət uydura bilmərik. Bax, necə ki, bu ayədə bildirildiyi kimi. Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şərikləri mi var? Və ona görə də dində sonradan çıxarılan bidətlərin necə təhlükəli olması, bax, burada üzə çıxır, aydın olur. Yəni, Allah Azza və Cəllənin şəriətdən, dindən olaraq əmr etdiyi müəyyən bir şeylər var və onun müəyyən bir forması var, şəkli var, bəzi şeylərin sayı var, həddi var və s. Və bunları bizlərə Allah Azza və Cəllə Muhammed sallallahu aleyhi və səlləm vasitəsilə bildirib. Quranı indirib və Muhammed sallallahu aleyhi və səlləm də Allahın elçisi olaraq onları bizə izah edib. Bunlar hamısı Allahın şəriətdə izin verdiyi məsələlərdir. Amma bir gün biri çıxıb Allahın nə Quranda, nə Muhammed sallallahu aleyhi və səlləm vasitəsilə öyrətmədiyi, əmr etmədiyi bir işi şəriətdəndir deyə əməl edərsə, bu ayənin xitabı daxilinə girir. Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şərikləri mi var? Yəni, bunlar da ən yüngül halda nə olur? Bidətlər olur. Yəni, dində sonradan çıxarılmış yeniliklər olur. Və bu da onun təhlükəsini bizlərə göstərir. Amma Allahın izin verdiyi məsələlərin özünə gəldikdə isə onu qullar bəziləri edir, bəziləri isə etmir. Bu şəri iznidir. Allahın şəri izni olan işləri bəzi insanlar məsələn etmir. Bu məcburi deyil yəni. Buna həmçinin Allahın şəri istəyi də daxildir. Yəni Allah Azza və Cəllə bəzi şeyləri şərən istəyir. Yəni istəyir ki, məsələn, insanlar namaz qılsınlar, tövhidi gerçəkləşdirsinlər, oruç tutsunlar, zəkat versinlər və s. Amma bunu məcbur etməyib. Yəni məcbur elətdirmir insanlara. İnsanların öz ixtiyarlarına verib bu məsələni. Və ona görə bəzi insanlar burada asilik edirlər, bunu etmirlər. Amma digər iznə gəldikdə isə, kavni və qədəri iznə gəldikdə isə bu mütləq baş verir. Bunun baş verməməsi mümkün deyil. Necə ki, həmən bu Qədr surəsində də Allah Azza və Cəllə buyurur ki, "Tənəzzəlul mələikətü və ruhu fīhə biizni rabbihim." Həmən gecə mələklər və ruh, yəni Cəbrail, Allahın əmri ilə enirlər yerə. Yəni bu Allah Azza və Cəllənin artıq onları məcbur etdiyi bir əmrdir, bir işdir. Bundan kənara çıxmaq mümkün deyil. Bu mütləq yerinə yetirilməlidir və yerinə yetirilir. Və bu iki izin arasında olan fərqdir. Şəri izin və kavni, qədəri izin. Və Qədr surəsinin təfsirindən müxtəsər olaraq bu qədər. Uca Allah bizləri eşitib faydalanlardan etsin. İndi isə keçirik Allahın izni ilə Beyyinə surəsinin təfsirinə. Əl-Beyyinə surəsi Mədinə surələrindəndir. Buxari və Müslimin rivayət etdiyi Ənəs ibn Məlik radiyallahu anhunun hədisində Allah elçisi sallallahu aleyhi və səlləm Ubey ibn Ka'b radiyallahu anhuna deyir ki, İnnallaha əmərani ən əqra aleykə ləm yəkunillədinə kəfəru. Peyğəmbər sallallahu aleyhi və səlləm Ubey ibn Ka'b radiyallahu anhuna deyir ki, Allah mənə əmr etdi ki, mən, yəni Əl-Beyyinə surəsini ləm yəkunillədinə kəfəru, yəni Beyyinə surəsini sənə oxuyum.
Qal və səmməni lək. Ubey ibn Kəb deyir ki, təəccüblənərək, mənim adımı sənə dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, naam, bəli. Yəni Allah azza və cəllə sənin adını zikr eləyərək mənim Əl-Beyyinə surəsini sənə oxumağımı əmr etdi mənə. Qalə fəbəkə. Sonra deyir ki, Ubey ibn Kəb radiyallahu anhu bunu eşidən kimi dərhal onu ağlamaq tutur, ağlayır. Və İmam Əhmədin Musnədində gəlir ki, Ubey ibn Kəbə deyirlər ki, fəfərihdə bidəlik, sən yəni buna görə yəni sevindin. Qalə və mə yəmna'uni vallahu yəqul qul bifadlillahi və birahmətihi fəbidəlikə fəlyəfrahu huvə xayrun mimmə yəcma'un. Və Ubey ibn Kəb radiyallahu anhu da cavabında deyir ki, yəni mən niyə sevinməyim ki, Allah azza və cəllə belə buyurur. Yunus surəsi 58-ci ayədə. De, bunlar Allahın lütfü və mərhəməti sayəsindədir. Qoy onlar buna sevinsinlər. Bu onların yığdıqlarından daha xeyirlidir. Yəni Ubey ibn Kəb radiyallahu anhudan digər sahabelər soruşanda ki, buna görə sevinirsən? Sual verirlər. O da deyir ki, niyə də sevinməyim ki? Niyə də sevinməyim ki, Allah azza və cəllə buyurur ki, bunlar Allahın lütfü sayəsindədir. Qoy onlar buna görə sevinsinlər. Yəni Yunus surəsi 58-ci ayəni öz sevincinə dəlil olaraq gətirir. Allah azza və cəllə Əl-Beyyinə surəsi 1-ci ayədə buyurur ki, ləm yekunillezine keferu min ehlil kitabi vel müşrikine munfekkine hatta ta'tiyahumul beyyinə. Kitab əhlindən və müşriklərdən kafir olanlar özlərinə açıq aydın dəlil gəlməyincə küfürlərindən əl çəkmədilər. Və burada əhlül kitab dedikdə Yahudilər və Nəsranilər nəzərdə tutulur. Və hansı ki onlar Allah azza və cəlləyə övlad nisbət edirlər. Allah bundan ucadır, pakdır, müqəddəsdir. Yəni bunlar kitab əhli dedikdə Yahudi və Nəsranilər nəzərdə tutulur. Çünki onlara da kitab endirilmişdi. Və müşriklər də dedikdə bütün Allahdan başqa olan məbudlara ibadət edənlər nəzərdə tutulur. Bütlərə, oda və s. ibadət edənlərin hamısı buraya daxildir. İstəyir bunlar ərəblər olsun və ya qeyri-ərəblər olsun, fərqi artıq burada yoxdur. Bütün bütlərə ibadət edənlər hamısı müşriklər adlanır. Həmən o müşriklər və bu kitab əhli öz küfürləri üzərində davam edirdilər. Hətta onlara açıq aydın dəlil gəlinə kimi. Yəni öz küfürlərindən əl çəkmirdilər. Hətta onlara öz Rəblərindən açıq aydın haqq gəldi, dəlil gəldi, haqqı ortaya qoydu. Bu da Quran-ı Kərim və Muhammed sallallahu aleyhi və səlləm Allahın elçisi. Necə ki 2-ci ayədə də Allah azza və cəllə bunu bəyan eləyir. Buyurur ki, Rasulun minallahi yətlu suhufən mutahhara. Bu dəlil pak səhifələr oxuyan Allahın göndərdiyi elçidir. Yəni həmən bu açıq aydın dəlil Muhammed sallallahu aleyhi və səlləmdir. Və onun oxuduğu həmən o əzəmətli Qurandır. Və Quran-ı Kərim şirkdən, nifaqdan, yalandan, şübhədən uzaq, haqq bir kitabdır və pak və təmiz səhifələrdə yazılıb. Necə ki Allah azza və cəllə Abəsə surəsi 13-cü, 14-cü ayələrdə buyurur ki, fi suhufin mükerramə mərfuatin mutahhara. Bu Quran möhtərəm səhifələrdədir, uca və pak səhifələrdə. Necə ki sonra Allah azza və cəllə 3-cü ayədə buyurur ki, fihə kutubun qayyimə. Orada, yəni həmən o səhifələrdə doğru yazılar vardır. Hökmlər vardır, doğru yazılar vardır. Allah azza və cəllə həmən ayələrdə, həmən səhifələrdə əhkamları bəyan etmişdir. Ədalətli, doğru, xətadan münəzzəh, xətadan uzaq. Və sonra 4-cü ayədə Allah azza və cəllə buyurur ki, وَمَا تَفَرَّقَ الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةِ. Kitab verilənlər özlərinə yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər. Yəni bu kitab əhli Allah azza və cəllə onlara öz peyğəmbərləri ilə açıq aydın dəlillər göndərmişdi. Haqqı batildən ayırt edən dəlillər göndərmişdi. Buna baxmayaraq ondan sonra onlar parçalandılar və firqələrə ayrıldılar. Halbuki Allah azza və cəllə onlara açıq aydın dəlillər göndərmişdi, onlara hüccəti bəyan etmişdi.
Və onlar isə buna baxmayaraq öz peyğəmbərlərinə belə qarşı çıxdılar və öz aralarında da parçalandılar. Necə ki Əl-İmran surəsi 105-ci ayədə Allah azza və cəllə bu haqqda xəbər verir ki: "Və la takunu kellezina teferraqu və ixtalafu min ba'di ma ca'ahumul beyinat." Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Məhz onlar üçün böyük bir əzab vardır. Yəni Allah azza və cəllə burada açıq-aydın xəbər verir ki, onlar, yəni sizdən öncə kitab verilənlər, sizdən öncə göndərilənlər, həmin o ümmətlər, qövmlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra, peyğəmbərlər gəldikdən sonra, Allahın əmri, qadağası, Allahın şəriəti onlara bəlli olduqdan sonra ixtilaf etdilər. Parçalandılar və Allahın əmrinə qarşı çıxdılar. Allah azza və cəllə onlar kimi olmayın deyir. Bunu qadağan edir və bunun cəzasının olduğunu xəbər verir. Baxın, məhz onlar üçün böyük bir əzab vardır. Ona görə də bax, bugün müsəlmanlar da bu haqda dərindən düşünməlidirlər. Öncəki ümmətlərin həlak olma səbəbi bax, onların bu cür ixtilaflara düşməsi, parçalanması, peyğəmbərlərinə qarşı çıxması idi. Allah azza və cəllə onlar üçün əzəmətli bir əzabın olacağını xəbər verir. Ona görə də müsəlmanlardan da kim ki onlara haqq bəlli olduqdan sonra bax bu cür firqələrə bölünərlərsə, bu cür parçalanarlarsa, öz peyğəmbərlərinə qarşı, öz Rəblərinə qarşı çıxarlarsa, onların da cəzası əvvəlki ümmətlərin cəzası kimi olacaq. Hansılar ki onlar o məhz ixtilaf edib firqələrə bölünüb parçalanmışdılar. Allah qorusun bu hala düşməkdən. Və sonra 5-ci ayədə Allah azza və cəllə buyurur ki: وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ. Halbuki onlara dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək namaz qılmaları və zəkat vermələri əmr edilmişdir. Doğru din də elə budur. Subhanallahil-azim. Görün Allah azza və cəllə necə gözəl bir şəkildə öz dinini bəyan edir. Halbuki onlara yəni həniflər kimi Allaha ibadət etmələri əmr olunmuşdur. Yəni ixlaslı bir şəkildə. Allaha heç bir şey şərik qoşmadan, İslamdan başqa bir dinə, batillərə meyl etmədən ixlasla Allaha ibadət etmək onlara əmr olunmuşdur. Necə ki Ənbiya surəsi 25-ci ayədə Allah azza və cəllə buyurur ki: وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ. Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona məndən başqa ibadətə layiq heç bir məbud yoxdur, mənə ibadət edin deyə vəhy etməyə. Yəni Allah azza və cəllə Muhammed sallallahu aleyhi və səlləmdən öncə də göndərdiyi bütün peyğəmbərlərə vəhy edərək bunu əmr edib ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yalnız ona ibadət edin. Və bu bütün peyğəmbərlərin göndərilmə səbəbidir. Bütün peyğəmbərlər bununla göndərilib. Və onların sonuncusu da Muhammed sallallahu aleyhi və səlləmdir. Muhammed sallallahu aleyhi və səlləmi də Allah azza və cəllə bunun üçün göndərib ki, insanlar yalnız Allaha ibadət etsinlər. Həniflər kimi, yəni ixlaslı bir şəkildə. Allahı təkləşdirərək, Allaha heç bir şeyi şərik qoşmayaraq, yalnız ona ibadət etsinlər. Ən birincisi budur, yəni bir insandan, bir quldan tələb olunan ən birinci məsələ onun Allahı ibadətdə təkləşdirməsidir, tövhidini gerçəkləşdirməsidir. Allahdan başqa ibadət olunanları inkar edib rədd etməsidir. Daha sonra isə İslamın digər əzəmətli rükunları gəlir və Allah azza və cəllə buyurur ki: "Və yuqimus salah." Namaz qılmaları onlara əmr olunub yəni. Yəni namaz qılsınlar, hansı ki bu İslamın tövhiddən sonra ən əzəmətli rüknudur. Namazı da vaxtında ən gözəl bir şəkildə rükunlarını, vaciblərini, sünnətlərini yerinə yetirərək. Və sonra gəlib tunəz zəkət, zəkat da versinlər. Zəkat da yenə də Allahın zənginlər üçün vacib etdiyi bir sədəqə növüdür ki, onlar həmən o Allahın onlara verdiyi həmən o zənginlikdən bir hissəsini kasıb olanlara verirlər. Və bu da zəkat adlanır. Allah azza və cəllə bunu da zəngin müsəlmanlara fərz eləyib. Və sonra buyurur ki Allah azza və cəllə ayənin sonunda: "Və zəlikə dinun qayyimə." Yəni doğru din də budur.
doğru din, Allah Azze ve Celle'nin əmr etdiyi əyriliklərdən, xətalardan uzaq olan din də məhz budur. Və bugünlük bu qədər. Uca Allahdan diləyirəm ki, bizlərə eşidib faydalanlardan etsin. Allah Azze ve Celle bizləri haqq gələndən sonra parçalananlardan, ixtilafa düşənlərdən etməsin. Allah Azze ve Celle bizləri ixlaslı qullarından etsin. Həniflər kimi yalnız Rəbbimizə ixlaslı bir şəkildə ibadət etməyi bizlərə müvəffəq etsin və bütün bidətlərdən, şirklərdən, ixtilaflardan, firqələrdən, parçalanmalardan bizləri uzaq etsin və bizlərin qəlblərini tövhid üzərində cəm etsin. Allahumma amin. Və subhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruke və etûbu ileyk.